Salam mənim gözəl izləyicilərim. Qızlar, sesimdən də bilinir ki, həm yorğunam, həm də ki, halım da yoxdur. Ancaq dedim yox, qızlar üçün bir dənə video çəkməliyəm. Qızlar, gəlin bir sizə maraqlı bir yeməklə gəlmişəm. Birincisi Sezar roldur adı yeməyin. Hasant bir şeydə hazır qəlyan altıdır. Deməli qızlar, neyinirsiniz bunu evdə? Bunu qəşəng düzəltirsiniz uşaqlar üçün. Verirsiniz uşaqların əlinə, oturub yeyə dərslərini oxuyurlar. Əgər yox, bunu mən də istəyirəm başqası bilsin, göndərirsiniz səhifəmi istədiyiniz adama, onlar da yararlanır. Burada dəqiqliklə mən sizə hər şey ətraflı məlumat verirəm. Qızlar, bir də ki, sizdən xahiş edirəm, səhifəmə takip olun, like verin, rəy yazın. Sezar sosu necə elədik, Sezar rolu necə elədik. Deməli, ətləri eyni jurniyerin əti kimi doğradı. Qəşəng onu mayonezi içinə əlavə eləyib, duz istiyordu. Onlar qarışdırdık, qoyduq qıraqda qaldı bir yarım saat. Xırda doğrayına. Sonra bunları qəşəng çıxartdıq mayonezi içindən. O mayonezi içinə qoymalısınız ki, artıq yarım saat, bir saat pambıq kimi olur ət. Yəndə çox dadlı olur. Qızartdıq bunları gördüyünüz kimi, yəni necə qızartdıq. Birinci 10 dənə yumurtanı sındırdıq. Sonra un getirdik, suxarik. O yumurtaya, yox, birinci una, sonra yumurtaya, sonra suxarikə qarışdırdıq. Sonra onları qəşəng qızartdıq, qoyduq qırağa. Yarım bankada mayonezi getirib içinə bir dənə diş sərmisaq əlavə eləyib xırda püre halına getirib onu da qarışdırdıq, qoyduq qırağa. Sonra lavaşı getirib o düzəltdiyimiz mayonezdən bir qaşıq çəkib, sonra üstünə iceberg kələmi, doğradığımız xiyardan, şor xiyardan bir hardasa 3-4 dilim, sonra chia pomidoru, bir pomidoru 4 yerə böldük, iceberg kələmi üstünə qoyub, sonra da üstünə Holland pendiri, yox, birinci toğun döşəti, sonra da Holland pendiri qoyub, qəşəng lavaşı vururuq. Sonra siz istədiyiniz kimi tosterdə və yaxud da ki, tavada qızartırsınız. Biz də biraz gecikdiyimizə görə biz onu eləyib sizə çəkib göstərə bilmədik. Üzülürsən, ancaq göz haqqınızı halal eləyin, siz də eləyin, uşaqlara verin. O bir dəfə datsınlar, ləzzətini görsünlər ki, necə gözəl bir dadı var. Valla siz özünüz hər dəfə bu şey eləyəcəksiniz, mənə də minnətdarlığınızı bildirəcəksiniz. Göz haqqınızı halal eləyin, çəkiliş məndən, qiymət vermək sizdən, mənim əziz, gözəl izləyicilərim.